Amma gəlin bu yolun və yolun çəkilməsinin tarixçəsini sizə söyləyim. Bu hadisə üçün 30-cu illərə səyahət eləməliyik. 36-cı ildə Bibi Heybət məscidi sökülür. Məscid sökülməzdən öncə qərar çıxdıqda Azərbaycan Komünist Partiyasının birinci katibi Mircəfər Bağırov buna etiraz edir. Moskvaya yollanır. Stalinlə görüşür məhz buna görə. Stalin isə ona söyləyir, buradan yol çəkilməlidir. Yol ya gərək dağı deşərək keçirilsin və yaxud da dəniz sahili ilə aparılsın. Dəniz sahili ilə aparılmaq əlverişli deyil. Dağı deşib oradan yol çəkmək isə ümumiyyətlə baha başa gələn prosesdir. Ona görə də yol məhz Bibi Heybət məscidinin sökülməsindən sonra çəkilə bilər. Mircəfər Bağırov etiraz edir. Yaxşı, necə olur ki, müsəlman məbədi sökülür, amma şəhərin mərkəzində o boyda pravoslav kilsəsi salamat qalır. Stalin yekun qərarı verir. Hər ikisi sökülsün. Beləcə, 1936-cı ildə yolun çəkilməsi üçün Bibi Heybət məscidi və məscid sökülərkən etiraz qalxmasın deyə Azərbaycanın, Bakının ən böyük pravoslav kilsəsi olan Qızılı kilsədə sökülür. Hansı tərəfə fırlatsaq da həqiqət sonda öz yerini tapır və 90-cı illərin ortasında həmin o zəfər tağı sökülür, sıradan qaldırılır. Həm Yosif Stalin, həm də xanlar Səfər Əliyevin büstləri artıq tarixə qovuşur və tarixi həqiqət öz yerini tutur. Bir zamanlar həmin yerin yaxınlığında yenidən Bibi Heybət məscidi inşa edilir. Bu bizim tariximizdir və bu bizim tariximizin ibrət səhifəsidir.